Eyvaz Zeynallı. Tənha nar ağacı. İl quraqlıq gəlmişdi. Dağların başını örtən nazik qar örpək Novruz bayramından bir neçə gün keçmiş əriyib torpağa hopmuşdu. Yaz aylarında daşqını, selləri ilə ad çıxaran kiçik dağ çaylarının səsi öz içində boğulmuşdu. Yazın leysan yağışları yoxa çəkilmişdi. Günəşin şüaları torpağı qovurduqca təzəcə baş qaldıran cücərtilər susuzluqdan can verirdi. Kiçik meyvələri budağında quruyan ağaclar yarpaqları xəzələ döndükcə sanki yasa batırdı. Havaların belə keçməsi insanların əhvalını əməlli başlı korluyurdu. Tez-tez rayonlara, yer yurtlarından qaçqın düşmüş qohumlarına baş çəkməyə gedən İlqar bu mənzərələri seyr etdikcə darılır, qaşqabağı açılmırdı. Nə qədər quraqlıq keçsə də, cənnətdir indi bizim yerlər. Həsrət qalmışıq yurdumuzun gözəlliklərinə. Xəyalından dönə-dönə keçirir, köksünü ötürürdü. Sevimli müəllimlərinin tövsiyəsi ilə bitirdiyi universitetdə qalıb işləsə də, nə gündüzlər, nə də gecələr rahat ola bilirdi. Doğulub boya-başa çatdığı dağlar, kürsülü evləri tez-tez yuxularının qonağı olurdu. Su quyusunun yanında öz əli ilə əkdiyi körpə nar ağacının nazik, kövrək yarpaqlarını xəyalında o qədər tumarlayırdı ki. Sonuncu dəfə isə yuxusuna girən kəndləri, atasının uyuduğu qəbristanlıq ona elə aydın göründü ki, bu, gənc müəllimi yerindən oynatdı. İndi onu nə rahat yataq, nə universitet həyatı, nə də quracağı karyera maraqlandırırdı. Həmin gecə İlqar səhərin açılmasını səbirsizliklə gözlədi. Dan yeri sökülər-sökülməz yerindən qalxıb əl-üzünü yudu. Üst-başını səliqəyə saldı. Onun bütün hərəkətlərini izləyən Səlminaz xanım təəccübünü gizlətmədi. Səhər erkən xeyri ola, oğul, bu nə təmtəraqdır, iclasınız var? İlqar gülümsündü, mülayim səslə. Ana, vacib görüşə gedirəm, bugün hərbi komissarlığa dəyməliyəm, deyəndə ananın ürəyi qopdu. Oğul, müharibə başlayır. Yox, amma əvvəl-axır başlamalıdır da. Hərbçi olmağa qərar verdim, ana. Bəs işin, gələcək karyeran? Torpağı tapdaqda olan alimin nə işi, nə də karyerası olar. Səlminaz məhəbbət yağan gözlərini oğlunun üzündən ayıra bilmədi. Dərindən köks ötürüb, Tanrım nəzərlərini üstündən əskik eləməsin, bala, dedi. Çox keçmədi ki, leytenant rütbəli İlqar Əhmədli en saylı hərbi hissəyə göndərildi. O elə ilk gündən taqım komandiri kimi xidmətə başladı. Dözülməz istilər cəbhənin Füzuli bölgəsindən keçən ön xəttində xidmət edən əsgərlərin işini xeyli çətinləşdirmişdi. Nə qədər gənc, güclü olsalar da, günlərlə davam edən şiddətli istilər bəzən onları da təntidir, haldan hala salırdı. Günorta saatlarında yanar kürə kimi dolanbaz səngərlərin üzərindən asılaraq od əliyən günəş sanki bu sayseçmə oğulların iradəsini sınağa çəkirdi. Taqım komandiri İlqar Əhmədli səngərdən kənara çıxmır, əsgərləri ilə bərabər keşik çəkirdi. Səngər boyu gözlərini qarşı tərəfə zilləyən əsgərlərin dözülməz istidən şikayətlənməməsi, bir səhərin daldalanacaq arzulamaması bəzən onu kövrətsə də sinəsi qürurla qabarırdı. O, baxışlarını səngər boyu düzülən əsgərlərindən ayırıb, durbinlə qarşı tərəfi müşahidə elədi. Adətən güclü istilər zamanı başını qoruyan düşmən tərəfdə açıq-aşkar canlanma duyulurdu. Komandir durbini gözündən çəkmədən dedi. Düşmən tərəfdə canlanma var. Sərvaxt olun, silahları hazır vəziyyətə gətirin. İstənilən an atəş açıla bilər. Komandir səhv eləməmişdi. Bir neçə dəqiqədən sonra düşmən pulemyotları aramsız atəş açmağa başladı. Ardınca isə mina atanlar işə düşdü. Səngərin lap qarşısına düşən minalar partlayır, qəlpələr ölüm saçırdı. İlqar bilirdi ki, mina yağışının ardınca düşmən piyadaları hücuma keçəcəklər. Komandir qərargahla əlaqə saxladıqdan sonra əmr verdi. Güllə məsafəsinə çatana qədər düşmən irəli buraxılacaq. Doğrudan da qarşı tərəfdən cavab almayan düşmənlər çox keçmədən səngərdən çıxdılar. Əvvəl ehtiyatla, sonra isə sürətlə irəli şığıdılar. Komandirin işarəsi ilə silahlar işə düşdü. Öndə gələnlərin əksəriyyəti yerə sərildi. Qalanlar isə minaların asdığı çalılara sindilər. Hücum uğurla dəf edilmişdi. Əsgərlərin üzündə xoş bir ifadə görünürdü.
Ertəsi gün İlqar Əhmədlini qərargaha çağırdılar. Nə üçün çağırıldığını bilməyən zabit bir qədər həyəcanlı idi. Qərargah rəisi polkovnik Nağıyev otağa daxil olan bu ucaboy, yaraşıqlı zabiti diqqətlə süzərək "Əyləşin", dedi. İlqar əyləşdi. Polkovnik əlindəki qələmin arxası ilə stolu astaca döyəsləyib soruşdu. "Demək, universitetdə müəllim idiniz?" "Bəli, cənab polkovnik." Hərbi xidməti seçdiniz və karyeranı qurban verdiniz?" "Elədir ki, var." "Bəs nə üçün hərbi xidmətə gələrkən israrla bu bölgəyə göndərilməyinizi istəmişsiniz?" İlqar susdu. Qərargaha gələrkən keçirdiyi həyəcan tamamilə yox olmuşdu. İndi onun gözlərinin qarşısında yaxın keçmiş canlanırdı. 1993-cü ilin isti yay günləri bir-birini əvəz edirdi. 2 il idi ki, kənd qorxu, səksəkə içində yaşayırdı. Elə gün olmurdu ki, kənd mərmi atəşinə tutulmasın. Bir neçə günün içində top mərmiləri 6 evi yerlə yeksan eləmişdi. Ölənlərin arasında məktəblilər, lap kiçik yaşlı uşaqlar da vardı. İlqar danışığına ara verdi. Bunları danışmağa nə ehtiyac var ki? Fikrindən keçirdi. Bunu hiss eləyən qərargah rəisi mehriban səslə "Danışın, necə olubsa hamısını söyləyin", dedi. Şahidi olduğu hadisələr çox sürətlə, bəzən də əlaqəsiz şəkildə yaddaşında təzələnəndə leytenant özünü ələ almağı bacardı. Xatırladı ki, məktəbdə dərslərə tez-tez ara verilirdi. Partlayış səsi eşidən kimi müəllimlər əl-ayağa düşür, şagirdləri təhlükəsiz yerə aparmağa çalışırdılar. Gecələr yuxudan qışqıraraq ayılan uşaqlarını valideynlər məktəbə qorxa-qorxa göndərirdilər. Kənddə yaradılan könüllü müdafiə dəstəsinin cəmi 4 avtomatı var idi. Dövlət adamları 2 il əvvəl qapı-qapı gəzib ov tüfənglərini yığmışdılar. İnsanlar hər gün bizim həyətimizdə toplaşır, kəndin sayılan seçilən ziyalısı olan Mürsəl müəllimin, atamın məsləhətlərini dinləyir, silah olmasa da gənclər yalın əllə postlara yollanırdılar. Atamın səyi ilə sonralar 8 avtomat və 12 əl qumbarası da tapılmışdı. Avqustun ortaları idi. Səksəkəli günlər bir-birini əvəz edirdi. Hər gecə posta gedən atam cümə axşamı evdə qalmışdı. Heç özündə deyildi. Elə bil nəsə itirmişdi. Səhər tezdən həyətdə gəzir, sevə-sevə saldığı bağçanı, əkdiyi meyvə ağaclarını diqqətlə nəzərdən keçirirdi. Axşama yaxın atam məni qonaq otağına çağırdı. Əlini kürəyimdə, saçlarımda gəzdirdi. Aram-aram danışmağa başladı. "Anandan, bacından müğayət ol. Mən sənə inanıram. Bilirəm ki, ağıllısan. Həm də axı böyük kişi olmusan." Bunlar onun mənə dediyi son sözləri idi. Həmin gecə şiddətli atışma oldu. Kənddə bütün gecəni bir nəfər də gözlərini yummadı. Rayon mərkəzindən polislər gələnə qədər kəndimiz düşmənin qarşısında dağ kimi dayandı. Onlar postlarımıza yaxın düşə bilmədilər. Kömək gələndən sonra düşmən hücumu dayandırdı. Hava işıqlaşmamış, postdan yaralıların və ölənlərin olması barədə xəbərlər gəlməyə başladı. Hamımız çarəsiz idik. Nə edəcəyimizi bilmir, doqqazlardan, yollardan yığışmırdıq. İlk gətirilən yaralı çiyninə çalın çarpaz sarğı qoyulmuş qonşumuz Əkbər əmi idi. Çox qan itirdiyi üçün rəngi ağappaq olmuşdu. Onun pıçıltı ilə "Heyf Mürsəl müəllimdən" sözlərini eşidən qadınlar şivən qopartdılar. Bütün kəndlərdən atamın dəfninə gələnlər vardı. Amma onların heç biri mənə atasızlığımı unutdura bilmirdi. Yeganə təsəllim onunla birlikdə dolaşdığım hər daşında, ağacında atamın söz sığalı qalan yerləri idi. Bir neçə gündən sonra avqustun 23-də qaçqın həyatımız başladı. Çox acı çəkdik. Amma bir gündə doğma kəndimizi unutmadım. Cənab polkovnik, vətənin o baş bu başı olmaz. Amma bu yerlərin hər dağı, daşı mənə tanışdı. Bütün giriş-çıxışları tanıyıram. Çünki elə bir yer olmayıb ki, atam mənə göstərməmiş olsun. Bu səbəbdən hərbi xidmət üçün buranı seçdim. İlqar Əhmədli sözünü bitirib qərargah rəisinin üzünə baxdı. O razılıqla başını tərpətdi. Bizim bu torpaqları yaxından tanıyan hərbiçilərə böyük ehtiyacımız var. İndi öz taqımına get. Vaxtı gələndə sənin verdiyin bilgilərdən yetərincə istifadə edəcəyik. İlqar Əhmədli qərargaha gələrkən nə qədər həyəcanlı idisə, indi bir o qədər sakit idi. İçindən gələn bir səs ona astadan pıçıldayırdı. Lap yaxınlarda nəsə baş verəcək. Doğma yurda aparan yollarda yaşıl işıq yanacaq. Hərbi hissədə aramsız təlimlər davam edirdi. İlqar Əhmədlinin taqımı həmişə fərqlənir və komandanlığın təşəkkürünü qazanırdı.
Belə anlarda o deyirdi: "Bizim təlimlərdə fərqlənməyimiz təşəkkür almağa görə deyil, torpaqlarımızın azadlığı üçündür. Nə günəşin istisi, nə payızın çisgini, nə də qışın sazağı bizi qorxudacaq. Biz qisasımızı elə almalıyıq ki, düşmən bunu ömrü boyu unutmasın. Bir də bizə qarşı çıxmağa cəsarət etməsin." Son günlər yüksək rütbəli zabitlərin hərbi hissəni ziyarət etməsi, müxtəlif tapşırıqların verilməsi tezliklə nəyinsə başlanacağına işarə idi. Bunu bütün şəxsi heyət anlayırdı. Sentyabrın sərin mehi yayın nəfəs kəsən istisini xeyli yumşatmışdı. Təkəmseyrək görünən ağacların bəzisi sarı sırğalarını qulağından assa da, bəziləri zümrüd donunu dəyişməyə tələsmirdi. Aramla əsən külək budağından qopan xəzəlləri səngərə tərəf qovanda, İlqarın yadına xəzanı vaxtsız gələn öz bağları düşürdü. Özü də bilmədən, ünvanı bəlli olmayan suallar verirdi. Buna nə vaxt son qoyulacaq? İntiqam anı nə vaxt yetişəcək? Belə anlarda o dərindən kök sötürür, bəzən hissə qapılsa da doğma torpaqlara qayıdacaqlarına inanırdı. "Cənab leytenant, sizi gözləyirlər." Yaxınlaşan əsgərin səsi İlqarı düşüncələrdən ayırdı. O tələsik səngər boyu irəlilədi. Təpənin ayağında rəngi torpaqdan seçilməyən bir maşın onu gözləyirdi. Yarım saatdan sonra o briqada komandirinin yanındaydı. Komandirlə söhbəti çox qısa oldu. "Kəndinizin yerləşdiyi ərazini, qonşu kəndləri xatırlayırsanmı? Kəndinizdən Araz çayına qədər məsafə neçə kilometr olar?" O yerlər hər gün İlqarın gözləri qarşısında canlanırdı. İndi sanki oraları görürmüş kimi hər şeyi yerli yataqlı danışmağa başladı. Kəndlərin adını, rayon mərkəzinə gedən yolları bir-bir xatırlatdı. Leytenant danışdıqca qarşısındakı xəritəyə, kəşfiyyatın hesabatlarına diqqətlə baxan komandir eşitdiyi məlumatların dəqiqliyinə heyrətlənirdi. O sonda gülümsər baxışlarla zabiti süzüb razılıq əlaməti olaraq başını tərpətdi. Tələsmədən stuldan qalxan briqada komandiri əlindəki qovluğu dəmir seyfə qoyub İlqara tərəf çevrildi. Onun üz-gözündən mehribanlıq yağırdı. "Növbətçinin yanında ol, arxanca gələcəklər. Tankçıların səninlə söhbəti var," dedi. İlqar hərbi qaydada təzim edib qapıdan çıxdı. İşıqları yanıb sönən iri bir cihazın qarşısında oturan növbətçi əli ilə künsdəki stulu göstərdi. Bu, "Otur, gözlə" demək idi. Həyəcandan İlqarın ürəyi çırpınır, gicgah damarları şiddətlə atırdı. Fikirlər beynində bir-birini qovurdu. Bəli, zaman yetişib. İntiqam, qisas alacağımız gün yaxındadır. Görünür, o yerləri görmək qismətimdə varmış. Gözəl sentyabr səhəri açılmışdı. Göyün üzü tərtəmiz, hava sərin idi. Amma bütün bunları duyan yox idi. Uzaq vuran topların səsi aləmi başına götürmüşdü. Tanklardan atılan mərmilərin çıxardığı səs vahimə yaradırdı. Artilleriya atəşindən sonra ordumuz Araz çayı boyunca hücum əmri aldı. Tankların arxasınca irəliləyən piyadalar atəşə ara vermirdilər. Mahmudlu kəndinə ilk girən İlqarın taqımı oldu. Bu elə qəfil baş verdi ki, qaçmağa macal tapmayan düşmən əlbəyaxa döyüşü də uduzdu və xeyli canlı qüvvə əsir alındı. İlqar doğma kəndlərini tanıya bilmədi. Hər tərəf xarabazara çevrilmişdi. Salamat qalmış bircə bina da yox idi. Sökülmüş evlərin daşları bir-birinə qarışmışdı. Həyətləri qamış basmış, bir-birinə keçən qurumuş otlar bütün cığırları ötmüşdü. İri tut bağlarından nişanə qalan, adda-budda qaralan kötük qəbristanlığı idi. İki əsgərlə həyətlərini axtaran İlqar gözlərinə inana bilmirdi. Əlinin içi kimi tanıdığı kəndlərinin elə bil ki, altını üstünə çevirmişdilər. Heç nə yerində deyildi. Birdən onun gözləri işıqlandı. Quyunun yaxınlığında öz əli ilə əkdiyi nara heç nə olmamışdı. Dağıdılan evlərin, talanan bağların şahidi indi yalnız o idi. Tənha nar ağacı gərdənini tarım çəkərək dimdik dayanmışdı. Üstündə bircə nar var idi. Böyük idi. Qabığı da qıpqırmızı. İlqar ağacın meyvəsinə ehmalca toxundu. Ürəyi gizildədi. Çünki bu adi meyvə deyildi. Bu, kənddə qalan yeganə canlı idi. Evlərinin, əşyalarının, həyətlərinin yadigarı idi. İlqar uşaqlıqda olduğu kimi onun nazik yarpaqlarını tumarlamaq istədi. Onlarda əvvəlki yumşaqlıq, kövrəklik yox idi. Tənhalıq bu zərif yarpaqları da kobudlaşdırmışdı. İlqar kövrəlmişdi. Bütün ağrılara baxmayaraq, dözümü ilə həqiqi sahibinin gələcəyini gözləyən bu ağac kəndin keçmişinin, varlığının timsalı idi. İlqar kənardan şəklini çəkən hərbi müxbiri görmədi. Ertəsi gün onun nar ağacı ilə çəkilmiş şəkli dünyaya yayıldı.
Nar ağacı tənha deyildi.